Mədəniyyət könüllüsü Sona. Lakanik rubrikası ilə qarşınızdayım. Bugünkü qonağımız gənc və sevilən influencer Nəzrin Nəcəbovadır. Dəvətimizi qəbul etdiyinizə görə təşəkkür edirik. Mən təşəkkür edirəm. Çox sağ olun dəvət üçün. Qaydaları xatırladım. Sizə verdiyim suallara 3 dəqiqə ərzində lakanik cavablar verməlisiniz. Məncə maraqlı bir veriliş olacaq. Hazırsınız? Hazıram. Getdik. Özünüzü 2 sözlə təsvir edin. Pozitiv və rəngarəng. Sizin üçün xoşbəxtliyin rəngi. Məncə qırmızı. Dostlarınız sizi hansı ləqəblə çağırır? Nəzi. Öz stilinizi bir sözlə təsvir edin. Minimalizm. Ən böyük arzunuz. Dünya şöhrətli rəssam olmaq. Hansı tip paylaşımları əsla etməzsiniz? Şəxsi həyatla bağlı çox özəl paylaşma etməyi sevirəm, etmərəm. Uğur nə deməkdir? Məncə hər bir insan həyatında arzuladığı yerdə olmaq və arzuladığı müəyyən bir məqamları gerçəkləşdirmək öz bir uğurdur. İzləyicilərinizin bilmədiyi xüsusiyyətiniz. Pas. Sosial mediada səmimiyyət vacibdirmi? Çox vacibdir. Yağışlı hava yoxsa günəşli? Günəşli təbii ki. Sevimli rənginiz? Ağ. Sizcə yaxşı rəsm üçün şərt nədir? 1% istedad, amma qalanı təbii ki çox-çox çalışmaq. Ən qəribə arzunuz? Bütün dünyanı gəzmək məncə əslində bəziləri üçün adi bir arzu ola bilər, amma mən düşünürəm ki, bütün dünyanı gəzmək yəqin ki bir insan çatdıra bilməz. Ona görə biraz qəribə səslənir. Həyatınızın film kimi anı hansıdır? Hər bir insan ailə qurmağını düzü təsəvvür edir, onu xəyal edir, amma həmin gün gələndə onun üçün qəribə bir an yaşanmış kimi olur. Mənim üçün həqiqətən film kimi bir gün idi. Sevdiyiniz 2 məkan? Biri evim təbii ki, çünki insan evində huzurlu hiss etdiyi kimi heç harda hiss edə bilməz. İkinci də hər halda günəşli bir havada dənizin qırağında gəzmək. Hansı anı təkrar yaşamaq istərdiniz? Xüsusi bir an deməyəcəm. Xoşbəxt hiss etdiyim bütün anları təkrar yaşamaq istəyərdim. Sevdiyiniz fəsil? Yay. Vaxtınız bitdi. İndi isə sizə ənənəvi bir sualımızı verək. Mədəniyyətə necə könül verirsiniz? Bildiyiniz kimi mən Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm, rəssamlıq fakültəsini və 40-dan çox yağlı boya əsərlərim var və orada bütün duyğularımı, hisslərimi kətana köçürərək təsvir edirəm. Bundan da əlavə öz zövqümlə izləyicilərimə geyimimi, belə deyim, bir çox məqamları onlara influence etməyə çalışıram və düşünürəm ki, mədəniyyətə bu sahədə mənim də bir töhfəm var. Çox sağ olun. Suallara lakanik cavablar verdiyinizə görə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Belə maraqlı bir verilişə məni qonaq dəvət etdiyiniz üçün. İndi isə Mədəniyyət Könüllüləri adından sizə kiçik bir sürprizimiz var. Sürprizləri sevirəm. Mədəniyyət Könüllümüz Şükürzadə Şükürənənin öz əsəridir. Wow, mən birinci foto zənn elədim. Halaldır, yəni çox gözəl təsvir edib. Çox sağ olsun, mən istəyirəm onu burada göstərim. Məncə siz də çox bəyənəcəksiniz. Həqiqətən, yəni birinci foto olduğunu düşündüm. Bəli dostlar, bugünlük bu qədər. Bəs növbəti qonağımız kim olsun? Rəylərdə bildirərsiniz. Hələlik!